adlandırmaq olar. Və məhz bu ayna neyronları, yəni güzgü neyronlar da empatiya duyğusunun formalaşmasında və davam etdirilməsində iştirak edirlər. Və əsnəmək də digər tərəfdən həmçinin bu neyronlarla əlaqələndirilir elmi təcrübələrə əsasən. Yəni əsnəmək də bir növ empatiya duymaq kimi bir şeydir. Əgər bir insan əsnəyirsə, o həmin güzgü neyronları dediyimiz beynindəki həmin o neyronlar aktivləşir və sanki sən də onunla eyni hissləri keçirirmişcəsindən daha sonra sən də əsnəməyə başlayırsan. Və həqiqətən də belə müşahidələr göstərir ki, əgər bir ailə üzvləri ilə yaxud da bir insanla yaxınsansa, o insan əsnədikdə sənin əsnəmə ehtimalın daha çoxdur. Nəinki yad bir insan sənin yanında əsnəyəndə sənin də onunla əsnəmən kimi. Yəni uzun sözün qısası, yaxın insanların əsnəməsi sənə daha tez yoluxur. Və həmin qadının da dediklərində müəyyən qədər həqiqət var ki, belə ki, o